Salamlayıram sizi, dəyərli müəllimlərimiz. Sertifikasiya müsahibə 2026 izahını yenidən sizə təqdim edirəm. Həmçində izahımız MİQ müsahibəyə hazırlaşanlar üçün də effektiv olacaq. Birinci sualımız belədir. Özünü qiymətləndirməni nə məqsədlə təşkil edirsiniz və necə? Özünü qiymətləndirmə biz bilirik ki, şagirdin mənfi müsbətlərini üzə çıxaran bir qiymətləndirmədir. Üstünlüyünü, çatışmamazlığını aşkarlayan bir qiymətləndirmədir. Həmçinin də özünü qiymətləndirmə sayəsində şagird öz səhvlərini görmüş olur və üzərində necə çalışmalıdırsa, biz ona istiqamət veririk. Lakin şagird də metakognitiv biliyini işə salaraq özü üçün strategiya, taktikalar, yollar, ən səmərəli, rahat yollar seçərək inkişafa doğru yönəlir. Və həmçində deyə bilərik ki, məqsədim bundan ibarətdir ki, şagirdin öz öyrənməsini özü dəyərləndirsin. Öz güclü, zəif tərəflərini özü müəyyən etsin deyə, inkişaf istiqamətlərini özü müəyyən etməsinə yönəlsin deyə biz özünü qiymətləndirmədən istifadə edirik. Və bunun üçün də biz əvvəlcədən nə edirik? Əlbəttə, qiymətləndirmə meyarlarını hazırlayırıq, təqdim edirik və dərsin sonunda da biz istənilən bir, vacib deyil sonu olsun, refleksiya istənilən mərhələdə aparıla bilər, amma əsasən təlimin sonunda edirik bunu ki, təlimin nə dərəcədə keyfiyyətli olmasını yoxlayırıq. Şagirdlərlə, məsəl üçün 3-2-1 iş üsulundan istifadə edirik, çıxış bileti ola bilər, müsahibə, müzakirə ola bilər və yaxud şəxsi jurnallar da deyirik biz bunu həftə boyunca. 3-2-1-dən istifadə edərkən şagird üçün yadda qalan 3 məlumat, maraqlı olan 2 məqam və hər qaranlıq qalmış bir dənə sualı qeyd etməsi üçün şərait yaradırıq. Və bunun nəticəsində şagird bilir ki, mən nələri bacarmışam, nələrdə çətinlik çəkdim, nələri öyrənməliyəm, nəyin üzərində çalışmalıyam və bugünkü təlimdə mənim üçün maraqlı olan nə oldu, əldə etdiklərim nələr oldu və bir neçə üsuldan da istifadə edərək, məsələn, bir böldən də istifadə edərək refleksiya aparıb özünü qiymətləndirmək olar. Keçid alırıq digər sualımıza. Yoldaş qiymətləndirməsini necə təşkil edirsiniz? Müəllimlər, yoldaş qiymətləndirməsini üsullar üzrə, təlim üsulları üzrə karusel və akvariumdan istifadə edirik. Yoldaş qiymətləndirməsi üçün istifadə edilən 2 dənə üsulumuzu misal gətirə bilərik. Lakin belə bir qayda üzrə deyək ki, özünü qiymətləndirmədə olduğu kimi biz qiymətləndirmə meyarlarını şagirdlərə izah edirik və təqdim edirik. Şagirdlərin bir-birinin işini həmin meyarlara əsasən qiymətləndirməsi üçün, güclü tərəflərini inkişaf etdirməsi üçün, bir-birinə bilmədiklərini öyrətmələri, bölüşmələri üçün şərait yaradırıq. Və burada ünsiyyət, əməkdaşlıq, rəy vermə bacarıqları da geniş inkişaf edir. Bir-birini necə? Məsəl üçün, bir qrupda 6 dənə şagird var. 1, 2-ni, 2, 3-ü, 3, 4-ü, 4, 5-i və 5-də 6-nı qiymətləndirir və nəhayət 6 gəlib çıxır. 1-ə qiymətləndirmə edərək sonlanmış olur. Bu da olur şagirdlərin yoldaş qiymətləndirməsi. Əgər 1, 2-ni, 2 də 1 nömrəli şagirdi qiymətləndirirsə, bu yoldaş qiymətləndirməsi yox, bu nə adlanır? Qarşılıqlı qiymətləndirmə. Və həmçinin qarşılıqlı qiymətləndirmə daha çox meyar əsasında aparılır. Yoldaş qiymətləndirməsi isə meyar əsasında aparılsa da rəy böyük əhəmiyyət daşıyır. Və yoldaş qiymətləndirməsində sonda nəticələr birlikdə müzakirə edilir. Müəllim də yenə burada öz fasilitatorluğunu həyata keçirəcək. Keçid alırıq digər sualımıza. Şagirdlərdə problem həll etmə səriştəsini necə formalaşdırırsınız? Biz bilirik ki, şagirdlərdə biz səriştələri formalaşdırmalıyıq. Bu mütləqdir. Çünki şagird təkcə bilik, bacarıq, dəyərlərə sahib olmaqla deyil, kifayətlənməməlidir. Həmçinin də bilik, bacarıq, dəyər, vərdiş, keyfiyyətlərə də sahib olmalıdır. Səriştələrimiz də çoxdur. Qərar qəbul etmə, problem həll etmə, rəqəmsal savadlıq, informasiya savadlığı, mədəni müxtəlifliyə hörmət və s. İndi hamısını sadalamayacağım burada. Hər istiqamətli bir neçəsini misal çəkdim. Problem həll etmə səriştəsini formalaşdırmaq üçün, məsələn, iş üsullarından misal gətirə bilərik sinektika. Şagirdlər 2 qrupa ayrılır, özləri problemi təqdim edib, özləri də həll yollarından birini seçirlər.
Bir qrup problemi təqdim edən tərəf, digər qrup isə problemin həll yollarını təqdim edən tərəf olur. Sinektikada problemi şagirdlər təqdim edib, şagirdlər də həll yolunu tapır. Amma qərarlar ağacında misal gətirmək olar burada. Məsələn, qərarlar ağacında problemi müəllim təqdim edir, şagirdlər ən səmərəli yolu axtarırlar. Yenə də hər ikisində, məsələn, insident üzərində işdir. Burada da deyə bilərik biz problem həll etmək üçün istifadə edə bilərik. Məsələn, mən indi üçünü misal gətirdim. Çoxdur əlbəttə. Bir neçəsini deyirəm ki, yadınızda qala bilsin. Və digər tərəfdən bir şey də deyim ki, şagirdlərdə problem həll etmə səriştəsini formalaşdırarkən real həyatla əlaqəli situasiyalar təqdim etməliyik. Şagirdləri düşünməyə sövq eləməliyik. Onları düşünməyə nəyə görə sövq edirik? Fərqli həll yolları tapa bilsinlər, fərqli həll yolları təklif edə bilsinlər. Öz seçimlərini edərkən təkcə bu seçimi seçmək deyil, onu əsaslandırmağı bacarsınlar. Burada həmçinin də qrup işi, müzakirə, tədqiqat tipli tapşırıqların da istifadə edilməsi böyük əhəmiyyətə malik olacaq. Çünki problem həll etmə tək fərdi şəkildə keyfiyyətli olmur, effektiv olmur. Mütləq şəkildə qrup halında aparılması daha effektivdir. Keçid alırıq 4-cü suala. Şagird yönümlü təlimi necə qurursunuz? Şagird yönümlü təlim elə interaktiv təlimdir, hansı ki, şagirdlərin meyli, marağı, potensial səviyyəsi nəzərə alınaraq, onlar üçün mərkəzdə şagird dayanan və hər bir istiqamətdə şagirdin xüsusiyyətlərini, kriteriyalarını nəzərə alaraq qurulan bir təlimdir. Dərsi şagirdlərin yaş xüsusiyyətlərinə, maraqlarına, ehtiyaclarına uyğun şəkildə planlaşdırmalıyıq. Şagirdlərin fəal iştirakını mütləq şəkildə təmin etməliyik. Fəal təlim də deyirlər də buna. Əməkdaşlıqdır, araşdırmadır, həmçinin deyə bilərik müzakirədir. Bunlara böyük bir üstünlük verməliyik. Çünki burada ünsiyyət, komanda işi, liderlik, fikrini əsaslandırmaq, arqumentlər gətirmək, araşdırarkən öz ixtiyarlarına buraxıb sərbəst işləməklərinə şərait yaratmaq vacib məqamdır. Həmçinin də müəllim burada fasilitator rolunda çıxış edir. Şagird müstəqil öyrənəcək. Bir var şagird passiv qalır, bir də var şagird burada aktivdir. Müəllim də fasilitator olanda üç rolda istiqamətlənir. Bələdçi müəllim rolunda olur, məlumatla təmin edən müəllim rolunda olur və tədqiqatçı müəllim rolunda olur. Bu zaman bu üç dənə rolu həyata keçirərkən də müəllim hər zaman fasilitatorluq edərkən bir şey düşünür. Hansı rolda olmasından asılı olmayaraq. Mən şagirdə düzgün istiqamət verirəm, bütün işi şagird özü görür. Fasilitator şagirdin yerinə heç bir şey etmir. İstiqamət verir, məlumatla təmin edir, tədqiqat edərək ona düzgün istiqamətdə yanaşır və şagird istər araşdırmanın, istər müzakirənin, istər problem həll etmənin və s. tapşırıqların öhdəsindən özü gəlməyə başlayır. Və bu da odur ki, şagirdlərin müstəqil şəkildə öyrənməsini dəstəkləyirik. Şagirdlərin sərbəst şəkildə seçim etməsi, fikir bildirməsi, özlərinin araşdıraraq öyrənməsinə, kəşf etməsinə şərait yaradırıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Ödənişli dərslərimizə qeydiyyat davam edir, qruplarımıza qeydiyyat davam edir. Aksiya qiymətlərimiz davam edir, həm fərdi şəkildə, həm qrupla. Həmçinin də bütöv bir kollektivlə qoşulan müəllimlərə də xüsusi endirimlərimiz olur. Və bildirim sizə ki, bütün bu hazırlığa daxil olanlar, materiallar daxildir, sual-cavab daxildir, sizin üçün izah daxildir və həmçinin də inşallah icmallar da bu hazırlıq qiymətlərinə daxil edilir. Ətraflı məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Kanalımıza abunə olun, paylaşın, rəylərinizi yaza bilərsiniz və həmçinin də bəyənin ki, digər izahlarımızda da sizə bildirişlər gəlsin.